Salam hörmətli izləyicilərim. Bugün də sizə belə maraqlı bir naxışın toxunmasını istəyirəm göstərim. Bunu da 2-2 yığmışam ilməkləri. Ona görə rezinka hissəsində 2-2 toxumuşam. İndi bundan da nə istəsəz toxuya bilərsiniz. Svitrə, jiletə, jaketə, papağa, ürəyiniz nə istəyir toxuya bilərsiniz. Bunu indi mən qısa formada yığacağım milimin üstünə. Belə bir milim götürürəm. Qısa formada yığacağım. Dört, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 ilmək bəsdir. Bu naxışı toxumaq üçün. İndi mən burada 2 tərs 2 düz toxuyacağım 2 sıra. Yəni naxış 2 ilməkdən olduğuna görə bu rezinka hissəsini toxumuram. Kim necə istəyir toxuya bilər. Mən indi burada 2 tərs 2 düz toxuyacağım. Çox toxuyan deyiləm. İki düz. 2 tərs. Bu 2 düz. Bu 2 tərs. 2 düz. Axırda da 2 tərs. Tərs düzdən də tərsləri tərs, düzləri də düz toxuyuram. 2 düz, 2 tərs. İki düz. İndi düz üzdən 2 tərsi toxuyuram. Bu 2 düzün arxa tərəfindən bir ilmək çıxardıram. Sonra 2 ilməyin içindən çıxardım. Yenə 2 tərsi toxudum. Bu düz ilməklərin arxa tərəfindən çıxardıram. Sonra 2 ilməyin içindən çıxardıram. 2 tərs. Bu 2 düzün içindən çıxardım. Yenə 2 tərs. Arxa tərəfdən tərsizdən. İndi hamısını tərs toxuyuram. Birinci ilməyi götürdüm. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən yenə 2 tərs 2 düz toxuyuram. Əvvəl 2 tərsi toxuyuram. Birinci sırada olduğu kimi. Yenə 2 düz. Yenə 2 tərs. 2 düz. 2 tərs. 2 düz.
Axırda da 2 tərs. Tərs üzdən yenə tərs tərs, düzdə düz. İndi burada naxış özün göstərmir hələ. Bir sıra da toxuyacağım. İki tərsi toxudum. Birinci sırada necə toxumuşduqsa, bu 2 ilmənin arxa tərəfindən götürüb, bir dəfə də ikisinin içindən çıxardıram. Yenə 2 tərs. Yenə bu 2 düz ilmənin arxa tərəfindən götürüb, sonra 2 ilmənin içindən çıxardıram bir dəfə də. Axırda da 2 tərs. Arxa üzdən yenə bütün ilməkləri tərs toxuyuram. Formada belə bir naxış alınır. Bu əvvəl toxuduğumdur, bu da indi formada. Sağ olun. Əgər bəyəndinizsə, abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.